Bugün 2 oktyabr 2025-ci il Qubadlı rayonu Gəzyan kəndi. Bu yol şəhid milli qəhrəmanımız Əliyar Əliyevin məzarına gedir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bizim doğma Qubadlının dəyərli olanları milli qəhrəmanımız Əliyar Əliyevə və onun silahdaşı Əlisadət Ağayevə də sabahki günü onların şəhid olduğu gündür. Bugün mən fürsət varkən buradayam. Güman edirəm ki, qədir bilən millətimiz, xalqımız bunları heç zaman unutmayacaq və dərsliklərdə qeyd olunmalıdır, dərsliklərə salınmalıdır və daim onların əziz xatirəsi yad olunmalıdır. Üçrəkli bayrağımız gecə-gündüz işğaldan azad olmuş torpaqlarımızda dalğalanır. Bu da çox təqdirə layiqdir. Yenə qardaşların qanı sayəsində. Və eləcə də buradan fürsət düşmüşkən qədir bilən millətimizə deyirəm ki, tək şəhidlər deyil, tək şəhidlərin xatirəsini yad etməklə qane olmayın. Həm də sağ qalmışlarımızın qədrini bilək. Canlarını vətən torpaqları uğrunda qurban verməyə hazır olan o qardaşlar var ki, bu günləri sağlıqlarından sağlamlıqlarını itiriblər, bir qollarını itiriblər, bir qıçlarını itiriblər, 2 qıçasını itirən var, 2 qolunu itirən var, gözünü itirən var, əqlini itirən var, hər cürə zədə almış qardaşlar var ki, lap belə sağlamlığı yerində olanlar var ki, zamanında çox əziyyət çəkiblər, şəhid ola bilməyiblər. Amma bu günlər onların qədrini biz bilməliyik, onların yolunu ehtiramla saxlamalıyıq, onların qədrini bilməklə bundan sonra gələcək nəsilə ötürməliyik ki, onları aşılamalıyıq ki, bizdən ötürü əziyyət çəkənlər, zəhmət çəkənlər və biz onların sayəsində bu günlər küçəyə çox rahat çıxa bilirik. Allah rəhmət eləsin hamısına. Məndən bu qədər, sağ olun. Danışmağa söz çoxdur, amma izləyənləri yormaq istəməzdim. Sağ olun. Həmçinin yaxınlarına Allahdan səbir diləyirəm, Allahdan xoş güzəran diləyirəm. Bütün şəhid ailələrinə buradan salamımı çatdıram. Doğma yurtdan, doğma Qubadlıdan, Gəzyan kəndindən. Sağ olun.